bugün bütün hemofiliya hastalarını da bu 7 hemofiliya günü münasibetiyle tebrik edirəm. Bugün demiyorlar ki, hemofiliya hastalığını bütün dünyaya çatdırılma günüdür, onu yada salma günüdür, onu araştırma günüdür. Bundan sonra sunumumuzun konferansın daha məzmunlu olması için biz öz şöbəmizdə il ərzində çoxlu splenektomiya etdiyimiz üçün splenektomiya göstərişləri istədik hazırlayıb sizin nəzərinizə çatdıracaq. Demək, əvvəlcə biz talağın kısa tarihçəsi haqqında məlumat vermək istəyirik ki, yəni ilk dəfə talaq bizim eramızdan əvvəl Aristotelin Qalenin dövründə məlum olmuşdur. Aristotel qeyd eləmişdir ki, hətta insanlarda talaq olmadan belə yaşamaq mümkündür. Talağın qısa tarixçəsinə nəzər salanda 1549-cu ildə ilk dəfə splenektomiya Çində icra olunmuşdur və sonra talaq sarılmış şəxslərdə infeksiyaların inkişafı haqqında 1919-cu ildə qeydlər vardı. 1953-cü ildə eyni zamanda splenektomiya olunmuş uşaqlarda sepsis əlamətlərinin ölümə yol açdığı qeyd edilmişdir. Travmalarda talağın, demək, travmalarda daha əhəmiyyət kəsb elədiyi üçün talağın travmalarında travma vaxtı talaqların çıxarılması və xəstələrin təqibi vaxtında göstərilir. 1991-ci ildə ilk dəfə olaraq demək, laparoskopik olan splenektomiya əməliyyatı icra olunmuşdur. 1916-cı ildə ilk dəfə Hermann Schlöfer tərəfindən splenektomiya icra olunub və bu uzun müddət ondan sonra talağın çıxarılması davam etdirilmişdir. Burada biz talağın anatomiyası haqqında məlumat verdik. Bu demək ki, talaq sol tərəfdə 9-cu, 10-cu qabırğa 6 sahədə yerləşir. Talağın arteriyel dövranı, venoz dövranı və talağın ölçüləri haqqında biliklərimizi təşkil etmək üçün demək, talaq boylama ölçüləri 12 santimetr, 8 santimetrdən 12 santimetrə qədər, talağın transversal ölçüləri 4 santimetrdən 7 santimetrə qədər olur. Talağın çəkisi 80 qramdan 300 qrama qədər fərqlənir, yəni hər yaşa uyğun olaraq. Burada talaq arteriyası, demək, talağın qidalanması biz təsvir eləmişik. Talaq arteriyası qarın kötüyündən ayrılır, ayrıca aortadan, bunun cərrahlar üçün əhəmiyyətli olduğu üçün qeyd edirik. Aortadan ayrıca ayrılan talaq arteriyası vasitəsilə qidalanır və eyni talaq arteriyası qarın kötüyündən ayrıldıqdan sonra mədaltı vəzinə, pankreasa, mədənin qısa arteriyaları, sol mədə, böyük pillik arteriyası, talaq arteriyasının terminal şaxalarına şaxalanır. Talaq venası, demək, bildiyimiz kimin qapı venasının əmələ gəlməsində iştirak edir. Talaq venası yuxarı mezenteriyal vena ilə qaraciyarın qapı, portal venasını əmələ gətirir. Və sağ mezenterik vena çox vaxt talaq venasına boşalır. Talağın orqanlara münasibətinə gəldikdə, demək, talaq mədənin böyük əyriliyi ilə pankreasın quyruğu, sol böyrək, yoğun bağırsaq və talaq əyriliyi ilə aidi olunur. Demək, bu şəkildə göründüyü kimi, bunun splenektomiyalarda çox böyük əhəmiyyətli olduğu üçün burada qeyd edirik. Talaq orqanizmimizdə demək, talaq diafragma bağı, mədə talaq bağı, talaq böyrək bağı, talaq yoğun bağırsaq bağı ilə orqanizmimizdə tərkidilmişdir. Talağın funksiyaları, demək, bu daha çox talağın funksiyaları zaman öyrənilir. Yəni, talağın həddindən artıq böyük funksiyası olduğu üçün burada buraya əlavə eləmişik. Demək, burada talağın funksiyaları əsas demək, 7 bölümdən biz burada bunu aid edirik. Hematoloji və immunoloji, əsasən qan yaranma prosesində qan elementlərinin yetişməsi, immunoglobinlərin aktivləşməsi, T və B limfositlərin təkrar dövriyyəsi, yaratma istehsal funksiyası talağın var, leykositlər, peptidlər, immunoglobinlər, əsasən M, opsoninlər, tuftisinlər, properdinlər,
tamamlayıcı faktorlar, kök hüceyrələri dalaqda yaranır, dalaq depo funksiyası daşıyır. Yəni, həm dalaqda leykositlər, trombositlər, bütün metallar depo şəklində yığılır. Dalağın təmizləyici funksiyası vardır. Mikroorqanizmləri, parazitləri, dövrədən antigenləri, dəyişilmiş dövrədən qan hüceyrələrini dövrədən kənar etmək xüsusiyyəti vardır. Demək, dalağın sintez funksiyasına, qaraziyar funksiyalarının, prekursorlarının xəbər verici sintezi əsas dalağın sintez funksiyasına aiddir və eyni zamanda dalaq maddələr maddəsində iştirak edir. Yağ, kolesterol, bilirubin, amin turşularının mübadiləsində dalaq iştirak edir və dalağın sonuncu kontrol funksiyası qeyd olunur. Dalağın immunitetdə roluna bir balaca üstündə bunu biz durmaq istəyirik ki, yəni dalağın immunitet üçün nə dərəcədə əhəmiyyətli bir orqan olduğunu və dalaqsızlıqdan sonra nə hadisələr baş verdiyini diqqət eləmək üçün immunitetdə rolunu mən ayrıca göstərmişəm. Demək, dalaq opsoninləri istehsal edir, turtusin insan orqanizmində fagositozda bakteriyaların bədəndə sarılmasında rol edir. Properden immunitetin tamamlayıcı funksiyalarının alternatif yolda aktivləşməsində rol oynayır. Qaradiyardan daha çox kifayət qədər tanınıb seçilməmiş, yəni opsonizasiya olunmamış bakteriyaları dalaq tanıyaraq fagositoza xəbər verir ki, onlar bizim qan dövranından fagositoz vasitəsilə kənarlaşdırılsın. Böyrədən makrofagların dalağın qırmızı turbasında yetişkən makrofaga çevirir. Total T limfositlərin 25%, B limfositlərin 15%-i dalaqda sintez olunur. Splenektomiyadan sonra immunoglobulin emə və polisaharid antigenlərə cavab azalır. Burada biz buna niyə diqqət çəkirəm? Dalaq çıxandan sonra peyvəndləmə məsələsi ortalığa çıxır. Bu funksiyaların aşağı düşdüyünə görə mütləq dalaqdır. Splenektomiyadan sonra bəzi peyvəndləri 5-6 il ərzində icra etmək lazımdır. Dalaqda çoxlu sayda limfosit olduğu təqdirdə dalaq limfosit yaradan yer deyildir. Ancaq antigen siqnal olan zaman dalağın mikrob əleyhinə mərkəzi aktivləşir və dalaq limfosit istehsal edir. Dalağın A qrupasında immunoglobulin yaranmasının təsiri vardır. Bu sistem talasemiyal xəstələrdə pozulmamışdır. Yəni ki, talasemiyal xəstələrdə immunitet dalağın o dərəcədə böyüməsinə baxmayaraq o dalaq öz immunoloji xüsusiyyətini saxlayır. Əsasən bizim dalağın xəstəlikləri dalağın böyüməsi ilə müşahidə etdiyi üçün dalaqda şüzür böyümə olur və biz burada dalağın difuz və lokal böyümələrini vermişik. Əsas dalağın böyüməsinə səbəb immun iltihabı xəstəliklər, qan xəstəlikləri, kongestiv qaraziyar xəstəlikləri, metabolik xəstəliklər, izola dalağın özünün xəstəliklərinin əsasında dalaq böyüdür. İmmun iltihabı xəstəlikləri, kəskin və yarım kəskin infeksiyalar, kronik infeksiyalar, kollagen xəstəliklər, burada qeyd edilmiş sarkoidoz, kəskin və yarım kəskin infeksiyalar, tif və digər salmonelloz, sepsis, infeksiyon endokardit, milyar vərəm, infeksiyon mononukleoz, sistemegalovirus, kəskin viral hepatit, pis. İkincili kronik infeksiyalar, malariya, bruselyoz, leishmanioz, distimin olmuş histoplazmoz, birincili dalaq vərəmi, dalaq kisləri və dalaq absesi. Qan xəstəliklərində olan splenomeqaliyalara əsasən neoplastik qanın bədxastları şişlər nəticəsində baş verən xəstəliklər, bir də qeyri-şiş mənşəli qan xəstəliklərində dalaq böyüməsi aşkar olunur. Neoplastik qan xəstəliklərindən limfoperoloperativ, miyoloperoloperativ, kroniki, miyolomonastik, Hodgkin və qeyri-Hodgkin limfoması, kəskin leykoz, histiyositlər aid olunur. Miyoloperoloperativ xəstəliklərin sinifində kroniki miyololeykoz, miyoloid metaplaziya, miyoloskleroz, polisistemiya, vera, esensial trombosistemiya, limfoproloperativ xəstəliklərə kroniki limfoleykoz, prolimfoblastoleykoz, Waldenström makroglobuliniyası və ağır zəncirvari xəstəliklər tüklü hüceyrəli leykoz aiddir. Biraz sürətlə deyirəm ki, vaxtımızın azlığını nəzərə alıb sürətlə deyirəm. Hemolitik və digər qan xəstəliklər qrupuna hemolitik anemiyalar, ansotalasemia xəstəliyi, dəmir defisitli anemiya, pernisiyoz anemiya. Kongestiv qaraziyar xəstəliklərində bu da daha çox önəmlidir. Bizim dəfələrlə klinikamızda rast gəlinir, dalağın böyüməsi dəfələrlə. Görün, qaraziyar xəstəliklərində dalağın böyüməsi
qan xəstəliklərinə demək olar ki, bərabərdir. Ekstra hepatik presulisidiyal portal hipertenziya vaxtı, intrahepatik presulisidiyal portal hipertenziya, intrahepatik postsinüsoidal portal hipertenziya, sirroz, ekstra hepatik postsinüsoidal portal hipertenziya, birincili portal hipertenziya. Bunun yeni əhəmiyyəti ondan ibarətdir ki, biz soba gastroenterologlarla üzləşirik və burada dalaq böyüyəndə mən yuxarıda sadaladığım funksiyalar dəyişiləcək. Bu birbaşa dalağın böyüməsinə bağlı bir şeydir. Ona görə dalağın funksiyalarına diqqət edəndə biz görürük ki, burada necə o funksiyalar pozulduğu üçün artıq bu qaraciyər xəstəliyində, şəkər xəstəliyində ikincili olaraq dalağın böyüməsi və qanda dəyişikliklər baş verir. Metabolik infiltrativ xəstəliklər demək bu yığılma xəstəliklərdir, toplanma xəstəliklərdir deyirlər. Amiloidoz, qoşa xəstəliyi, pneumonifik, bunlar leykosit xəstəliklərinə aiddir. İzol olunmuş dalaq splenomegaliyyalar, burada dalaq arteriyasının anevrizması, dalağın absesi, dalağın vərəmi, dalağın kisləri, dalağın şişləri, dalaq xəstəliklərinin splenomegaliyyanın dərəcələridir. Bunun da əhəmiyyəti ondan ibarətdir ki, biz dalağı hansı kliniki analiz, araşdırmalar vaxtı biz dalağı hansı mərhələdə aşkar edirik və o mərhələnin xəstəliyin inkişafına çox böyük əhəmiyyəti vardır. Bu da yüngül qavrulma qövsündən 0,4 cm böyüyəndə, orta dərəcəli 4-8 cm, ağır massiv qavrulma qövsündən 8 cm daha çox son zaman massiv böyümür. Dalaq xəstəlikləri əsasən iki kliniki sindromla ortaya çıxır. Splenomegaliyya, dalağın difuz və yerli böyüməsi və hipersplenizm. Dalağın böyüməsi ilə yanaşı süstopeniya, yəni dalaq böyüdüksə funksiyası artır, sümüyliyinə təsiri və vaxtından qabaq qan dövranından qan elementləri, formal elementləri çıxartdığına görə biz süstopeniyanı üzləşdik. Splenomegaliyyanın patogenezi. Burada demək ki, biz göstərmişik həmi qan xəstəliklərində, iltihabi infeksiyon proseslərdə və birincili dalağın böyüməsini burada göstərmişik. Difuz splenomegaliyya, demək, palpator səhrətləri göstərir. Bu bizim öz təcrübəmizdə, özümüzün splenektomiya vaxtı çıxartdığımız çəkdiyimiz şəkillərdir. Difuz şəkildə böyümüş dalağın kompüter tomografında görüntüsü. Yerli splenomegaliyya əsasən bu da maraqlıdır, dalağın törəmələri, demək, şişlər, birincili bədxasitəli, bir də dalaq toxumasından inkişaf edən şişlər var. Limfosarkoma, plazmastoma, fibrosarkoma, angiosarkoma, birincili xoş xəstəli, hemangioma, hamartoma, fibroma, metastatik karsinoma, melanoma, demək, bir də kistlər şəklində. Sadə kist, parazitlar, posttravmatik kistoz, fibroz, bədxasitəli, musinoz adenokarsinoma, peritoneal karsinomatoz və hematoma absesi. Dalağın müayinə üsullarını elastografiya, ultrases müayinəsi, kompüter tomogram və MRT sintigrafiya ilə aydınlaşdırılır. Splenomegaliyyanın diagnostik algoritmi. Yəni ki, biz hər hansı bir bizə rast gəlir, xəstə gəlir, burada splenomegaliyya aşkar edilir ultrases müayinəsi nəticəsində və biz burada nəyə diqqət eləməliyik, nələri yoxlamalıyıq ki, bunun algoritmini mən burada qeyd eləmişəm. Demək, hematoloji müayinə, hepatoportal müayinə, infeksiyalar, bunlar hamısı yoxlayır və bunlar tapılmayandan sonra diagnostik splenektomiya əməliyyatı icra olunur. Splenektomiya nə məqsədlə aparılır? Travmalarda qanaxmanı dayandırmaq üçün, xəstə qan hüceyrələrinin ömrünü uzatmaq üçün, sferostoz, autoimmün hemolitik anemiya, idiopatik trombosepeni purpura, trombotik trombosepeni purpura, talasemiya, Burak-Bahar hüceyrəli anemiya, splenomegaliyyanın ağırlaşmalarını aradan qaldırmaq üçün, süstopeniyanı düzəltmək, varikoz qanaxmanın müalicəsi, mexaniki təsirləri aradan qaldırmaq və dalaqda yerləşən xəstəlik mənbəyi və kütlələri çıxarmaq üçün leishmaniya, malariya, şişlər, kislər, abses, hematoma, diagnostik məqsədlə, səbəbi məlum olmayan splenomegaliyya, limfomalar, dalaqda bilinməyən kütlər. Mütləq göstərişlər, yəni ki, dalağın çıxarmasına bir mütləq göstəriş, ağır dalaq travmaları, invazif şişlərdə embolog splenektomiya, böyük exnakop kisləri, dalaq venası trombozunun bağlı splenomegaliyyalar, dalağın birincili törəmələr, xəstə dalağın zədələnməsi. Nisbi göstərişlər qan xəstəliklərində var,
demek sklerostoz, autoimmün hemolitik anemiya, idiopatik trombositopeni purpura, orak üzeyranı anemiya, dalak hastası, birincil hipersplenizm, mübahisənin göstərişləri qeyri-parazit kislər, talasemya, limfomalar, trombotik, trombositopeni purpura, miyofibratik xəstəliklər, əsas göstərişlər, yəni ki, əsasən bəzən dalağın sarılması leykoz xəstəliyində önə gətirilir, bu əks göstərişdir. Kəskin leykemiya, agranulostoz, asimptomatik hipersplenizm. Niyə splenektomiya? Hipersplenizm normalda dalaq ümumi qan həcminin 8%'ni tutur. Hipersplenizm də isə bu 40% həcminə gəlib çatır. Yəni ki, görürsünüz, bizim qanımızın daha çox depolaşmasına səbəb olur dalağın böyüməsi. Dalaq həddindən artıq böyüyüb, osteopeniya, sümükçülüyündə erkən ifraz olunduğu üçün yetişməmiş hüceyrələr əmələ gəldiyində sümükçülüyü həddindən artıq aktivləşir. Eritrositlərin və trombositlərin ömrü qısalır, hipersplenizm splenektomiyadan sonra düzəlir. Burada açıq usulündən əməliyyat olur, laparoskopik, qismən splenektomiya var, dalaq arteriyasının embolizasiyası. Laparoskopiyanın özünün ağırlaşmalarını qeyd eləmişik və burada üstünlüklərini və ağırlaşmalarını. Əməliyyatdan sonra ağırlaşmalar, qanaxma, atelektoz, pnevmoniya, reaktiv eksudativ plevrit, bunlar hamısı bizim öz təcrübəmizdə bizə rast gəldi bu ağırlaşmaların hamısı. Subfrenik maye toplanması, abses, yoğun bağırsağımada pankreas quyruğunun yaralanmaları, portal vena trombozları xüsusilə laparoskopik cərəyyada daha çox rast gəlinir. Yara infeksiyaları. Splenektomiyadan sonra sepsin, ölümcül sepsin qarşısını almaq üçün demək, bayaq mən o sunumun əvvəlində qeyd elədim ki, dalağın bir funksiyası immunoglobulin emlərin yetişməsində və polisaharit, bizim mikrobların kapsullarında olan polisaharitləri tanıtmaq xüsusiyyəti var. Yəni ki, o fagositləri onu göstəriş verir və bu funksiya pozulduğu üçün mütləq kapsullu bakteriyalara qarşı streptokok, neiseriya, meningitis, hemofilus influenza, eşerichia coli'ye qarşı immunitet biz peyvənd aparır. Bu əsasən 2 yaşlı uşaqlarda daha mütləq aparılmalıdır, məcburidir. 25-40 yaşda da belə hallara rast gəlinə bilir. Ən önəmli müddət əməliyyatdan 1-4 il ərzində təqribən 1-5% hallarda uşaq və yeni yetmələrdə daha da yüksəkdir. Vaxtımızın qısa olmağını nəzərə alaraq mən əlavə olaraq bildirmək istəyirəm ki, 25-30 qrama qədər çəkidə qalan dalaq immun sistemin bərpası üçün lazım olan funksiyanı həyata keçirmək üçün yetərlidir. Və açıq və 5 yaşdan kiçik uşaqlarda da bu həyata keçirilə bilir. Sonra dalağın travmaları məlumat vermişik. Dalağın travmaları da burada biz dərəcələrə bölmüşük. 5 dərəcəsi var və bunun həmi dalağın travmalarında konservativ müalicə yollarını və eyni zamanda cərrahi müalicə yollarını. Bu da daha çox əhəmiyyət kəsb etdiyi üçün burada qeyd eləmişik. Vaxtın azlığından çox geniş danışmıram. Cərrahi müalicənin kriteriyaları, əməliyyatdan sonraki nəzarət, bu da çox geniş məsələdir. Həm dalağın əməliyyatdan əvvəl xəstələrin hazırlanması və əməliyyatdan sonraki təqibi mürəkkəb bir məsələdir. Və əsasən bu profilaktikada rutin olaraq xəstəyə uyğun olaraq həkim tərəfindən seçilir. Yəni bu, yenə də dedim, kapsullu bakteriyalara qarşı əsasən depo şəklində olan pensilin qrupu antibiotiklərdən istifadə olunur. Bizim öz klinikamızda son 5 il ərzində icra olunan, mən bizim öz hematologiya şöbəsində 2022-ci ilə qədər icra olunan dalaqların qanunda statistikasını vermişəm. Yəni 2017, 18, 19, 22-ci illərdə talasemiyalı, hemolitik anemiyalı, trombositopeni purpura, hemoblastozlar diagnostik məqsədlə icra olunan dalaqların sahibidir. Diqqətinizə görə sağ olun.